Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən təlimçi Əmir Aslanova Cəmalə. Bugün sizlə 6-cı sinifin 6-cı mövzusu olan meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası mövzusu haqqında danışacağıq. Baxın, hamımızın sevdiyi əlbəttə ki, tərəvəzlər, meyvələr var. Bugün biz sizlə meyvələr haqqında, onların düzgün əkinə hazırlanması haqqında danışacağıq. Meyvələrdən alma, armud, gavalı, şaftalı, portaxal, üzüm, nar, heyva, çox meyvəni misal gətirmək olar. Və əlbəttə ki, hər birimiz bu sadaladıqlarımızın içində müəyyən qədər sevdiyimiz və sevmədiyimiz meyvələr mövcud olur ki, ancaq bütün meyvələri sevmək lazımdır, çünki onlar vitaminlə zəngindirlər və insan orqanizmə müxtəlif dərəcədə fərqli bir vitaminlərlə təsir göstərib şifa mənbəyi olurlar. İndi isə gəlin meyvə ağaclarının əkilmə texnologiyası haqqında danışaq. Meyvə ağacları mütləq şəkildə müəyyən edilmiş qaydalara uyğun olaraq əkilməlidir və ağacların bir çox bar gətirmədiyindən bəzi sahələrdə bir dəfəyə bir neçə növ ağac əkmək lazımdır. Yəni biri bar gətirir, biri bar gətirməyə bilər. Bunu nəzərə almaq lazımdır. Ağacları adətən yaz və payız fəsillərində əkirlər. Yaz fəslində 5 həftə müddətində, hansı ki torpağın donu açılandan sonra. Payızda isə yarpaqların saralmağa başlamasından şaxtalar düşənə qədər, hansı ki sərt şaxtaya 15-20 gün qalmış 3 ay müddətində əkmək lazımdır. Torpağın əkinə düzgün hazırlanması məhsulun bol olmasına səbəb olacaqdır. Mütləq bu işi ağac əkimindən bir qədər əvvəl həyata keçirmək lazımdır. Mütləq bunun üçün torpağı yumşatmaq, alaq otlarından təmizləmək, ağac əkiləcək yerləri nişanlamaq, çalalar qazmaq, nəzərdə tutulmuş yerlərə paya çalmaq lazımdır. Kök sisteminin normal inkişafı üçün mütləq ağacları əkən zaman aralarında müəyyən qədər məsafə qoymaq lazımdır. Hansı ki, daha çox qol budağı şaxələnən ağaclar üçün çox, daha az deməli qol budağı şaxələnən ağaclar üçün isə az məsafə qoyaraq əkmək lazımdır. Məsələn, albalı və gilas ağacları üçün 2 metrdən, alma və armud kimi böyük ağaclar arasında isə təxminən 5 metrdən az olmadan deməli məsafə qoyaraq əkmək lazımdır. Və çalanı qazan zaman ağacın yaxşı inkişaf etməsi, uzun müddət bar verməsi üçün çalanın ən azı dərinliyi 50 sm olmalıdır. Mütləq əvvəlcədən bastırılacaq tingi əkinə hazırlamalıyıq. Əgər biz sadəcə tingin yerini dəyişiriksə, onu mütləq bir yerdən çıxardıqdan sonra digər yerə əkmədən 1-2 gün suda saxlamalıyıq. Belə olan zaman tinglərin rütubət ehtiyatı bərpa olunur və əlbəttə ki, daha yaxşı məhsul verir. Və müəllimlər, digər bir üsulumuz var ki, müxtəlif vasitələr var, üsullar var ki, hansı ki ağaclar bol məhsul versin deyə. Bu üsullardan biri də natrium qumat məhluludur ki, natrium qumat məhlulunda tingləri saxlamaq lazımdır. Daha sonra əkirlər ki, bu zaman daha uğurlu nəticə əldə edilir. Və meyvə ağacının tingini əkməmişdən əvvəl mütləq nəzərdən keçirmək lazımdır. Onun kök və çətir ətrafında qurumuş, zədələnmiş hissələri varsa kəsib atmaq lazımdır və köklər qurumasın deyə az bir zaman ərzində mütləq həmin əkiləcək tingi çölündə əlavə edilmiş torpağa və yaxud da ki, killi horraya salmaq lazımdır. Və meyvə ağaclarının əkilməsini payanın köməyi ilə yerinə yetirirlər. Paya nədir? Yəni paya müəllimlər hansı ki ağacları küləkdən və yaxud da ki hər hansı bir xarici təsirlərdən qorumaqdan ötürü, yıxılmamasının qarşısını almaqdan ötürü, əyilməməsinin qarşısını almaqdan ötürü, əyilməsinin qarşısını almaqdan ötürü onun ətrafına əlavə olaraq vurulan bir oduncaq parçasıdır. Payanı torpağa tingi əkməmişdən əvvəl çalmaq lazımdır və qazdığımız çalanın dibinə mütləq yumşaq torpaq təpəciyi tökməliyik ki, deməli daha yaxşı məhsul əldə edə bilək və mütləq çalanı da ağacı əkməmişdən günlər öncə qazmaq lazımdır. Bar verən ağacı dərin əkmək olmaz. Bu zaman tingin boyatması çətinləşir və həmin bitki məhv olur. Az dərinlikdə əkən zaman köklər üzdə qalır. Bu zaman da köklərin qurumasına deməli səbəb ola bilir. Və mütləq ağacı əkməmişdən öncə onun gövdə hissəsinə, kök hissəsinə nəzər salmaq lazımdır ki, tinglərin torpaqda olan hissəsi bir qədər açıq rəngdə olur.
Meyvə ağaclarını əkdikdən sonra çaladakı torpaq oturur və torpaq 4 sm dərinə düşür. Ona görə də kökün boğazını bir qədər qaldırıb əkmək lazımdır. Əkilməni 2 nəfər həyata keçirir. Onlardan biri payanı tutur, digəri isə belə ağacı tutur, üzr istəyirəm. Daha sonra isə digəri torpağı deməli belə deyim də ora səpir və hansı ki çalaya da 20-25 sm hündürlükdə torpaq səpmək, onu yüngülcə ayaqla sıxlaşdırmaq lazımdır. Ehtiyatlı olmaq lazımdır ki, ayağımız vasitəsilə ağacın deməli köklərini zədələməyək. Və əkimi bitirdikdən sonra çalaya hər tərəfdən 2-3 vedrə su dökmək lazımdır. Hər tərəfinə bərabər miqdarda su paylanmalıdır ki, hansı ki kök qurumasın. Suvarmadan sonra çuxuru düzəldib torpağın üstünü çürüntüsü olan mulçalanmış materialla 6-8 sm qalınlıqda örtmək lazımdır. Mulça nədir? Hansı ki deməli çürümədən, buxarlanmadan, şaxtadan qoruyan, qoruyucu bir materialdır. Külək olan zaman əlbəttə ki, tinçlaxlaya bilər. Bu isə köklərin qırılmasına, əkilmənin şaqüllüyünün pozulmasına gətirib çıxarır. Və əlbəttə ki, güclü külək zamanı tink məhv olur. Ona görə də payanı elə hündürlükdə əkmək lazımdır ki, onun təpəsi çətirə və budaqlara toxunmasın. Tinci payaya 2 yerdən, çətirin altından və torpaqdan 20 sm yuxarıda bağlamaq lazımdır. Bağlama 8 formasında yumşaq materialla bərk sıxılmadan yerinə yetirilməlidir. Və deməli payız və qış aylarında ev şəraitində meyvələri, məsələn almanı necə uzun müddət saxlaya bilərik ona baxaq. Baxın, müxtəlif üsullar var ki, hansı ki köhnə kitablarda da var idi, yeni nəşrimizdə də var ki, müxtəlif üsullarla almanı uzun müddət saxlamaq olar. Bunlarda bir neçəsini sadalayaq. Hansı ki üzərinə təmiz oduncaq kəpək və yonqarı tökülən, eləcə də hər biri ayrı-ayrılıqda kağıza bükülən almaları uzun müddət keyfiyyətli şəkildə saxlamaq olar. 1 litrə soyuq suya 2 stəkan duz qatıb, almaları suda islatmaq, sonra almaları sudan çıxarıb silmək və yeşiyə yığmaq lazımdır. Köhnə kitabda qliserin məhlulu var ki, qliserin məhlulu ilə məhlulu hopdurulmuş parça ilə silmək lazımdır. Uzun müddət saxlamaq üçün soyuducu kameralardan istifadə edilməlidir və soyuducuya yerləşdirməmişdən öncə almaları silmək lazım deyil. Çünki onların üzəri nazik bir qoruyucu təbəqə ilə örtülür ki, hansı ki almaları korlanmadan qoruyur. Zədəsi olmayan orta ölçülü yetişmiş meyvələri saxlamaq daha məqsədə uyğundur. Meyvələri yığımdan sonra məsləhət bilinən saxlama şəraiti və müddəti, soyudulma üsulları müəyyən deməli cədvəldə bizə verilmişdir ki, hansı ki almanı -1,4 Selsidə 90-95% 30-360 gün saxlaya bilərik. Armudu -2,0 Selsidə 90-95% 15-210 gün saxlaya bilərik. Heyvanı -1,0,5 Selsidə 90% 60-90 gün saxlaya bilərik. Almanı sarımsaq və soğanla eyni yerdə saxlamaq olmaz. Bu mövzumuz bu qədər asan, sadə və olduqca sevilən mövzularımızdan biridir. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə. Bəyənib, abunə olub, şərh bildirməyi unutmayın. Uğurlar.